Ben çekersen ben de. Çəkirəm. Narahat olma. Yəni Səbnə xanım, siz Fahim müəllimlə mən çəkirəm. Əslində zəfərimizin birinci ilk şəhidi. Yəni ilk şəhidliyin olmaq çünki Azərbaycan 30 ildir şəhid verir. Amma bu zəfərimizin, bəli, 44 günlük müharibənin başlanmasının əsas səbəbkarı və qələbəmizin səbəbkarı olan Polad Həşimov və onun demək silahdaşları İlqar, Çingiz və digərləri, Anar Mirzəyev və digərləri. Allah hər birinə rəhmət eləsin. Allah hər birinin ruhunu şad eləsin. Çünki biz bu günləri torpaqlarımızı almışıq və yenidən digər torpaqlarımızın uğrunda, yəni yerlərin təyinatı ilə bağlı artıq yenə mübarizəmizi davam elətdirir. İnşallah ki, o gün olacaq biz Han kəndinə də gedəcəyik. Yəni köçəcəyik, orada da yaşayacağıq. Ermənilər də, vəhşi ermənilər də o həyatımıza bir dəfə gedəcək. Yəni o günlər inanıram ki, tam yaxındadır. İnşallah. İndi Kamran da gəlməli. Kamran da arabadadır. Yana baxın. Bir də baxın, xahiş edirəm. Kollektiv. Nə? Gəlin o bir qəbirləri də ziyarət edelim. Bura gələndə də çox çağırırlar. Bizim məndədə qalmış. Allah hər birinə rəhmət eləsin dediklərimizdir. Allah onların hər birinə rəhmət eləsin. Bunlar bizim qulluğumuz. Qanlarıyla, torpağımızın uğrunda döyüşürlər, öz canlarıyla, qanlarıyla. Yəni ki, burada o demək deyil ki, burada dəfn olunanların hamısı, yəni ki, o birlər burada dəfn olunmayıblar deyə onlar arxada qaldılar. Xeyr, onlar hər biri bizim yaddaşımızdadır, hər biri bizim ürəyimizdədir, qəlbimizdədir. Allah hər birinə rəhmət eləsin. Qazilərimizə Allah can şəfa arzu edirəm, Allah hər birinə şəfa versin. Tez sağalsınlar, normal həyatlarına dönəbilsinlər. Amin. Aynur.
hamısına icazə verirlər. Qəbul yolunu o ilə təsəlli tapır. Neynəsin? Övlad böyüdür, xeyrin görmür. Bu cür igidlərin hesabına bugün alnımız açıqdır. Bütün dünyaya bəyan elədik ki, biz birik. Biz qalib ölkəyik. Qalib Bəli. ölkəyik. 30 il biz susmuşuq, yəni boynu bükük olmuşuq, amma indi biz qürurla, fəxrlə danışırıq ki, biz qalibik. Gedək. Hayda, üzünə tutun. Bir de bakın geçe düşüp bakın. Sizi öldüreceğim. Gel. Çəkli bizi pozanlar var. Günah məndə deyil. Bak. Demiş ki, Murat çəksin, sən də gəl. Kızlar gel. Ada kızlar, hələ biz bir dənə götürürük. Sən qoyun. Köy hanım. Yox, demə bu. Tamam, qəşəngimdədir. Sağ ol, bak. Mən mandalı devrə qoyacağım. Sən də xanım, qoyun ama dur. Mən deyəm. 20 yanvar günü Rus ordusu Bakıya hücum eləyir və Bakıya hücumunun nəticəsində deməli bizim müdafiə, öz ölkəmizi müdafiə edən, Bakını müdafiə edən vətəndaşlarımız şəhid olur. Hətta dinc əhali də şəhid olur. Çünki onlar evləri güllə baran olunur. Və onlar çoxsu paltar sərəndə, kimi evdə iş görəndə onlar da hətta şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yəni 20 yanvar tarixini hər kəs bilir. Ana, əskər gedirəm mən. Gətir öpüm Quranı. Ana, əskər gedirəm mən. Üç rəngli bayrağımı dönə-dönə öpərəm yurduna hər qarşını. Candan əziz bilərəm. Ana, əskər gedirəm mən. Ana, əskər gedirəm mən. Sil gözümün yaşını, uca saxla başımı. Sevdim vətəndaşını. Ana, əskər gedirəm mən. Ana, əskər gedirəm mən. Ölsəm qara bağlama, oğul deyib ağlama, tandırımıza qağırma. Ana, əskər gedirəm mən. Ana, əskər gedirəm mən. Vətən çağırır məni. Gedim qoruyum səni, anacan, gözlə məni. İndi əskər gedirəm mən. Ana, əskər gedirəm mən. Sağ ol. Çox sağ ol. Halal olsun. Sağ ol. Çox sağ Əlilliyi ol. olan şəxsləri əskər aparmırlar. Amma ürəyinizdə doludur. Yəni vətən sevgisi ürəyində doludur. Hər bir kəs əlilliyi olan şəxslər belə istəyirlər ki, vətən üçün nəsə eləsinlər. Sağ ol, sən də bu cür şeir öyrənmisən. Afərin sənə. Hikmətin qardaşı da Şuşa uğrunda gedən döyüşlərdə döyüşüb, hə? Qardaşım. Hə. Vətən müharibəsi iştirakçısıdır, çox gözəl, igid olandır. Həm də Hikmətin çox gözəl əl işləri də var, oyma işi görür, gözəl. Afərin. Afərin. Dəmir yumruq çəkmişəm. Afərin sənə. Dəmir yumruq çəkmişəm. Aha. İnşallah sərgimizdə gətirərsən, göstərərsən orada. İnşallah. Xocalı sərgimiz olacaq, o ilə bağlı gələrsən mütləq. Aa, iki tane eyni adam. Allah'ım Larissa. Evində vurulan. Yox, atasıyla.
uşaq paltarları. Bax, 5 min uşaq. Çıxan uşaq paltarları. Mən də yığmaq istəyirdim, bilmədim kimə vermək. Gözləyin, baxın. Siz də baxın. Yine gagaşı çekilebilirsin onu çekeyim. Bana baxaq. Sizlərlə Güzəlinizə, Azərbaycan. Neçə min olmalıdır. Oğlum. nə bir dənə? Bir dənə şimdi belə çəkirsən. Qaldı kilanı. Nereye getdilər? Əsas məqsədimiz əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək, ictimai birliyin, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı tədbirlərin təşkili layihəsinin icrasıdır. Biz bu layihəni Sumqayıt şəhərində və Xızı rayonunda təşkil etmişik. Bugün isə Xocalı abidəsinin ziyarətinə gəlmişik. Və bu ziyarətə gəlməmişdən də öncə biz deməli ilk növbədə Vətən müharibəmizin şəhidlərini ziyarət etmişik və 20 yanvarda şəhid olan şəhidlərimizi ziyarət etmişik. Xocalı ilə bağlı deyim ki, yəni hər kəs bilir, yəni bir daha da təkrar edirəm, bəlkə də bizim gənclərimiz, yeniyetmələrimiz, məktəblərimiz bilmir. Deməli, Xocalı 25 fevraldan 26-sına keçən gecə 1992-ci ildə erməni silahlı qüvvələrinin Rusların 366-cı moto atıcı alayının iştirakı ilə Xocalıda etnik Azərbaycanlılara qarşı törədilən bir soyqırımdır. Bu soyqırımı bir çox ölkələr tanıyıb, Amerika Birləşmiş Ştatlarının 22 ştatı tanıyıb və qeyd edim ki, həmin gecə 613 nəfər həyatını itirib və 70-dən yuxarı uşaq qətlə yetirilib. Qocalar, cavanlar və hal-hazırda Xocalı ilə bərabər bizim bu ilə qədər, yəni bu günə qədər 3000-dən çox itkin düşən, yəni hələ də tapılmayan insanlarımız var. Qeyd edim ki, Xocalı abidəsi 26 fevral 2008-ci ildə deməli inşa olunub. Bu abidə deməli Teymur, Aslan Rüsəlovlar tərəfindən inşa olunub. Deməli, Xocalı abidəsi bir çox ölkələrdə var. Bu Hollandiyadır. Almaniyada Berlindədir. Meksikada açılıb. Yəni Türkiyədə, İzmirdə, İzmitdə, deməli Sakaryada, bir də Ankarada Xocalı abidəsi inşa olunub. Və bir çox ölkələrdə hər il Xocalı soyqırımı ilə bağlı bir çox tədbirlər, diasporaların əli ilə bir çox tədbirlər keçirdirlər. Və bilirsiniz ki, bizim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Xocalıya ədalət kampaniyasını aparır. Artıq neçə illərdir ki, uzun illərdir ki, dünya ölkələrində Xocalı günü yad olunur və Xocalı qətliamı kimi tanınır. Biz bu günləri bura gəlmişik. Kiminsə nəsə bir sözü varsa, əlavəsi varsa, buyurub deyə bilər.
Allah planlaşdırılmış bir bəli, əlbəttə ki, bəli, onların məqsədi o idi ki, Azərbaycanda onlara strateji cəhətdən də həm əlverişli idi, həm də ki, onu səhvləri bir onlar onu Xocalı yer üzündən silmək istəyirlər. Elə ailələr var ki, onlar kimi kəssin. bəli, 27-yə yaxın ailə var ki, onların ümumiyyətlə nəsli kəsilib. Yəni ki, onlar tam olaraq qətlə yetirilib. İnsanları meşələrə sürüb. Bəli, bəli. Kim qoysa qoysun. Yazki Teymur, Aslan Teymur. Sizə gedin. Ne yaxşı Ya. Qoy da. Gəlin, gəlin. Yox, gözləyirlər. Bir də Diyanın, bir də Diyanın olar. Ürəyinə bir dəsən, ay bəlalı Xocalı, bu dərdini çəkənin yoxdur halı Xocalı, ay bəlalı Xocalı, mənim qəlbim yanır ot kimi, göz yaşlarım zor kimi, baxma mənə yad kimi, dərd bəlalı Xocalı, ay bəlalı Xocalı, qəlbim yanır ot kimi, göz yaşlarım zor kimi, baxma mənə yad kimi, qalma qallı Xocalı, ay bəlalı Xocalı, kəsilibdir hər yolu, bağlanıb sağın solu, acizi qəlbi olur, yox əhvalı Xocalı, ay bəlalı Xocalı. Samış gəlin. Teşekkürler. Mən çəkərəm.